Keçmiş Türk sakinlerine, dikkat dikkat. Keçmiş Türk sakinlerine, Mehmet Sefi kendi sakinlerine, Çırak kendi sakinlerine sosyal şəbəkə aşırı müraciət edirəm və xəbərdarlıq edirəm. Bu vətəninizə qayıtmaq istəyən, bu vətəni istəyənlər, bu vətəni sevənlər səfərbər olub prezidentimizə müraciət eləməliyik, müraciət eləməlisiniz. Birbaşa bu səfərbərlikdə Bakıya gəlib prezident administrasiyasına, prezidentimizə müraciət eləməlisiniz. Prezident administrasiyası qarşısında video görüntü ilə müraciətinizi də Azərbaycan şəbəkəsində, Azərbaycan internet şəbəkəsi segmentində də müraciətinizi yaymalısınız. İstisu qəsəbəmiz əlimizdən alınır. İstisu qəsəbəmizin daxili coğrafi ərazisində Sovetlər Birliyi vaxtında sanatoriyalar var idi. Öz-özlüyündə sanatoriyalardan başqa 2 mərtəbəli bir otaqlı mehmanxana tipli artıq yuxarı məhəllə dediyimiz ərazidə pansionatlar tikiblər və İstisu daxili coğrafi ərazisində İstisuyun ən mühüm möhtəşəm yerlərində də 2 mərtəbəli kotejlər tikiblər. Kəlbəcər rayonumuzda Kəlbəcər City çox mərtəbəli binalar tikib, kvartiralar, mənzillərini artıq reklam edib satanlar birazdan İstisuda İstisu City kotej kompleksləri reklam edib satacaqlar və İstisu City binaları, çox mənzilli binalarını tikintisini reklam edib satacaqlar. Və bununla belə keçmiş Türk sakinlərini bax bu gördüyünüz hansı ki hələ ki tikinti şirkəti məskunlaşıb ərazidə keçmiş Məhəmməd Səfi kəndi keçidindən taxta ərazisinə keçidi olan Yun İdarəsi ərazisində yerləşdirmələri keçmiş Türk sakinlərini bax bu ərazidə yerləşdirmələrini təklif ediblər. Və bununla belə bizim Ağsaqqal 92 yaşında tarix müəllimimiz, Bəhrəm müəllimi, bizim Knyaz müəllimi, bizim nümayəndələri dünən gəlişib İstisusya bax belə ələ salıblar. Bu həqiqətən də İstisusları, Kəlbəcərləri saymamaq və ələ salmaq deməkdir. Ki bizim bir kalifey, canlı, həyatda yaşayan İstisu sakinimiz, İstisuyumuz işğalı zamanı İstisuyumuzun icra hakimiyyəti başçısı olmuş Bəhrəm müəllimimizi bizim bax nümayəndəni belə saymamaq, bu ələ salmaq deməkdir. Ki bax bu yeri təklif eləyirlər ki, siz İstisusları bax burada yerləşdirə bilərik. Keçmiş sakinləri niyə İstisu daxili coğrafi ərazisində yerləşdirilməməlidir? Və nəyə görə mən çağırış edirəm ki, keçmiş Allilər kəndi, Çıraqlılar, Məhəmməd Səfi kəndi sakinləri də bizə dəstək olsunlar. Kəlbəcərlərimiz öz-özlüyündə bizə dəstəkli olsunlar. Çünki İstisuyumuzda bax bu dolayısıyla dırnaqarası qurulcuğu aparan insanlar, biznes qurulcuğu aparan insanlar bax sizin Məhəmməd Səfini, Çıraq kəndini, Alliləri də işğal edəcəklər. Əgər bizim vətənimiz, şəhidlərimiz qanı ilə azad olmuş vətən indi korrupsioner biznes qrupları tərəfindən
işgal olunur. Bunun onda ermənidən nə fərqi oldu? Niyə biz hətta bax bu kiç məhdudu ərazidə deyərik ki, İstisullar üçün hər hansı bir yaşayış məntəqəsi tikirlərsə, burada hansı yaşayış məntəqəsini təmin edən kommunikativ yerlər və ilaxır olmalıdır ki, İstisullar burada yaşasın və İstisullar burada niyə yaşamalıdır? Qoy bu biznes öz mehmanxanasını, öz koteclərini bax bu ərazidə tiksinlər. Niyə bizim İstisu daxili ərazisi işgal olunmalıdır? Sosial şəbəkədə paylaşmış videolara daldadan, öz-özlüyündə, necə deyərlər, gizlicə müzakirələr yazırsınız. Dırnaqarası dizlərinizə döyürsünüz, vidalaşırsınız ki, İstisu əldən getdi. Ancaq hərəkətlərinizi, tərpənişlərinizi, davranışlarınızı göstərməlisiniz. Göstərməlisiniz ki, siz İstisullar, siz Kəlbəcərlər valsınız. Yığışıb, birbaşa Bakıya gəlib, prezidentimizə müraciət eləməlisiniz. Öyrənməlisiniz, bilməlisiniz ki, bundan prezidentimizin xəbəri var, yoxsa yox. Hətta uzaq keçmişdə, keçən il İstisuyun girişində prezidentimiz tərəfindən təməl qoyma, yaşayış binalarının təməl qoyma mərasimi keçirilmişdi. Bunu Azərbaycan televiziyası vermişdi. Buna baxmayaraq, dünən bizə elə bir şapalaq vurdular ki, bizim Ağsaqqal Karifey müəllimimizin bu məsələ ilə bərabər İstisuya səfərini bax belə ignorovat elədilər və bax bu gördüyünüz yeri təklif elədilər. Susmayın buna, susmayın. Bizim İstisu daxili coğrafi ərazisi, bizim doğulub, böyüyüb, başa çatdığımız ərazisi bu korrupsiyonel, biznes hərisli məmurlar tərəfindən niyə tutulmalıdır? Və bizə niyə bax belə dırnaqarası, necə deyərlər, bir sədəqə yer göstərilməlidir, sədəqə yer verilməlidir. Axı İstisu bizim vətənimiz olub. Biz orada doğulub, böyülmüşük. Axı biz İstisuyumuzda o binaları sizin, bizim atalar, analar qapılarını bağlayıb çıxıblar. Bizim ata-anaların əksəriyyəti mənəvi şəhid olublar. Çünki o vətənin həsrəti ilə gözləyə-gözləyə yaşayıb, ömürlərinin başa vurmadan bu dünyadan getdilər. Siz necə bunlara susub, necə bunları bağışlayırsınız və biz necə bunu bağışlaya bilərik? Susmayın, ayağa qalxın, əziz İstisullar, əziz Məmməd Səfillər, Çalaqlılar, Alelilər, sizə müraciətim var. Yoxsa Kəlbəcərdə, Kəlbəcər süt tikənlər bizim İstisuda, sizin kəndlərinizdə də Çıraq City, Məmməd Səfil City, İstisu City, Allelər City tikib satacaqlar. Susmayın. Hələ ki, gec deyil, susmayın. İstisu daxili coğrafi ərazimizdə hal-hazırda başlı 10-15% ərazini də tutmaqlarına baxmayaraq İstisu ərazisində İstisulların yerləşdirilməyəcəklərini xəbərini bildiriblər və bax bizə bu göründüyü yeri təklif ediblər. Burada sizin hansı yaşayış binalarınız tikilər, hansı məktəbiniz, hansı mağaziniz, hansı medpunktlarınız və ilaxır yaşayış təmin edən kommunikasiyalar ola bilər. Bax bizi belə ələ saldılar. Bizə bax belə münasibət göstərib bizim Karifey müəllimlərimizi gəlişini belə qarşıladılar. Susmayın. Hələ də gec deyil. Ayağa qalxın. Bəsdir. Əşi ilə, vəşi ilə, nə bilim nə ilə və ilaxırla Allah qoysa nə ilə başınız altına yastıq qoyduğunuz. Ayağa qalxmaq vaxtıdır. Neçə ki gec deyil. Prezidentimizə birbaşa müraciət olmalıdır.